Təsəvvür eləyin, sələfi şeyxlərdən biri Muhammed ibn Salih Əl-Ütheymin rahimehullah danışır ki, gənclərdən biri içki içir adam və həddindən artıq içki qəbul edir və gəlir evə və ağlı başında olmur və anasına təcavüz edir. İnsan öz doğma anasına təcavüz edir içkinin təsiri altında və səhər oyanır və qəlbində narahatçılıqla anasına deyir ki, nə olub? Axşam nəsə olub, amma mənim yadıma gəlmir, qəlbimdə narahatçılıq var. Anası da rəhm eləyir, demir ona. Deyir ki, nəsə olub, sən mənə demirsən. Anası demir. Axırda anasına çox təzyiq göstərən anası deyir ki, belə eləmirsən axşam. Deyir ki, bir qabda benzini götürür və hamamda tökür özlərini yanır özləri. Ona görə gəlir sünnədə ki, içki bütün pisliklərin anasıdır.